Bu video sayəsində bahalı kurslara yox deyirik. Gündə 5 saat ingilis dili öyrənməyə yox deyirik və qrammatika öyrənməyə yox deyirik. İngilis dilini necə öyrəndim, bütün prosesim və taktikalarımı sizinlə paylaşacağam. Mən sanki prosesin içinə birbaşa daxil oldum. Səhər 9-dan 6-ya kimi ingiliscə danışırdım. Salamlar. Bugün ingilis dilini necə öyrəndim, bütün prosesim və taktikalarımı paylaşacağam. Əslində TikTokda, Instagramdan məndən çox istənildi. Formula 1-də olan videomdan sonra çoxsaylı mesajlar dayanmır. Siz bunu məndən istədiniz ki, mən hələ bir yerdə sizə ingilis dilini tədris eləyim. Instagram səhifəmdə main account, yəni həqiqətən bir-birinə qarışıb artıq danışmaq istəyiriksə, əsas kökləməli olduğumuz listening and speaking olacaq. Kural budur. Bəzi müəllimələri də görürəm. Qrammatika falan belə vacibdir, elə vacibdir deyirlər. Demirəm bunu kəsb ataq. Əlbəttə ki, bir nüansda vacib olmuş olduğu məqam olur. Amma biz heç vaxt özümüz də dil açıb danışmağa başlayarkən ana dilində qrammatika axtarışında olmuruq. Nə eşidirik, nə duyuruq, nə öyrənirik, qavrayırıq, mənimsəyirik. Mənimsəmə elə buradan başlayır. Ümumiyyətlə, gəlin bu sualın cavabını tapmağa çalışaq. Dil öyrənmək niyə vacibdir? Birinci olaraq, əgər siz dil bilsəz, hər yerə çıxış üçün ikinci pasportunuzun dil olduğunu artıq bilmək lazımdır. Nəinki ölkədən kənar, elə ölkə daxili məsələlərin özündə də artıq layihələr olsun, beynəlxalq proqramlar olsun, könüllülüklər və s. hər şey artıq dil üzərində qurulur. Dil bilənə öncəlik verilir. Yəni dil bilmək avantaj, dil bilmək həqiqətən alnı açıq olmaqdır. Yəni bütün xalqlar bu dil vasitəsilə bir-birinə rahat communicate, yəni əlaqə qura bilirlər. Əvvəlki zamanlarda Sovet məkanında əgər rus dili önəmli idisə, bugünkü günümüzdə ingilis dili vacibdir, rus dili isə hələ də öz aktuallığını qoruyur. Keçək ikinci suala. Mənə ən çox gəlir. Dil öyrənməyə necə başladın, necə öyrəndin? Ümumiyyətlə bu proses necə oldu? Gəlin biraz sizə bundan danışım. Dil öyrənmək prosesi ta uşaq yaşlarımdan başlayıb. Sizə oturum deyim ki, belə 5 saatından öyrəndim, günorta axşam oxudum. Yox. Belə demiş olsam, səmiyyətsizlik alınar. Bağçaya getdiyim vaxtlarda öyrənməyə, dinləməyə başlamışam. Az yaşlı uşaqlara da fikir versəz, bütün günü televizorun qarşısında müxtəlif xarici kanalları, xarici uşaq youtuberləri izləyərək o şəkildə artıq görürsən ki, uşaq bir yerdə danışmağa başlayır. Elə bir bilgi var ki, 13 yaşına qədər öyrənilən bilgi daha qalıcı olur, nəinki sənin daha gec yaşda öyrəndiyin bilgilər. Elastiklik var da, beyin elastikliyi də var, bədən elastikliyi də var. Uşaq vaxtı məsələn gimnastikaya gedirik, o hərəkətləri tez eləyə bilirik, daha tez nəticə əldə eləyə bilirik. Beyin elastikliyi də elədir. Bizim uşaq vaxtı beynimiz daha elastik olur və biz istənilən məlumatı daha tez dərk eləyə, anlaya, qavraya və yadımızda saxlaya bilirik. Mən də belə xırda başladım. Ta ki, kurslara getməyə başlamışdım. Təsəvvür edin, məktəbimizlə üzbəüz bir məktəb var idi və belə bir dərnəklər təşkil eləyirdi. Əvvəllər də belə bir dərnəklər olurdu. Uşaqlar gedirdi. Çox arzulanan bir haldır ki, indi də olsun. Orada mən bir neçə dərnəkdə hazırlaşırdım. Nəysə, mən ingilis dilinə gedirdim. İngilis dilindən orada biz çox interaktiv keçirdik. Hal-hazırda yoxdur. Bir müəllimlə fərdi yox, amma qrupda çox az uşaq var idi. Biz interaktiv şəkildə bir-birimizi danışaraq, dinləyərək o şəkildə öyrənirdik. Və Family and Friends kitabı var idi. Onu xatırlayıram ki, o kitabdan müraciət etmişdik və Family and Friends-i yaxşı dərk eləmişdim. Onun workbook-u da var idi. Onu da işləyirdik məsələn dərs bitəndən sonra. Daha əyləncəli hala gətirir. Burada qrammatika üzrə çıxım ya da müəllimə məni acılasın, nəyisə tələb eləsin yox idi. Birbaşa yalan olar ki, mən deyim sizə, mən məsələn 5 ay, 1 il bu kursuna hazırlaşdım. Yox. Belə xırda etap videolara baxaraq, YouTube-da eşidərək elə kursuna fundament qurulub da əsas olaraq. Ondan sonra da xırda dilimə elə pop kimi hiss eləyirəm. Amma bu o deməkdirmi ki, biz ancaq uşaq vaxtından öyrənə bilərik bu dili. Ancaq 13 yaşımıza qədər xeyr. Əlbəttə ki, sizin məqsədiniz varsa, hədəf qoymusunuzsa qarşınıza ki, bunun üçün mənə bu dil lazımdır. Bunu artıq bir şəkildə eləməlisiniz. Və burada sizə videonu bir neçə hissəyə ayıracağam. Ümumiyyətlə siz birinci bunu anlamalısınız ki, sizə nə lazımdır? Listening mi, reading mi, writing mi or speaking mi? Dil çox geniş anlayışdır. Yəni bəzən bizim kurslardan tələblərimiz çox olur. Ay mən getdim, bunu öyrəndim, bu olmadı, bunu elədim, bu olmadı. Mənim hal-hazırda keçdiyim dərslər speaking əsaslıdır. Yəni mən başdan demişəm ki, sadəcə bir speaking danışıq üzərinə eləyəcəm. Deməmişəm ki, mən qrammatikanı upper intermediate, A level'lar
videolarda hazırlaşdıra bilərəm. Elədiyimdə xatırlamıram, çünki bəzən ay bu burada bunu səhv dedi, ay bu burada bunu elədi. Hallarla qarşılaşıram. Bu speaking-də qeyd etmişdim ki, özümüz belə öz dilimizdə danışarkən çox absurd, hətta qrammatik səhvlər eləyirik. Halbuki biz onu Azərbaycan dil dərsinə yaxşı öyrənmişik məsələn. Əsas başlığı bilsək ki, mübtədədən sonra xəbər gəlir və ondan sonra əgər təsvir edici vasitələri biz artıra bilərik cümləyə, rahat olur. Yəni bizim dil öyrənməyimiz, bir-birinin yanına quraşdırıb danışmağımız. İngilis dilində ümumiyyətlə qrammatikasız danışmaq olarmı? Köklü qrammatikalardan söhbət getmir də, basic qrammatikaları bilsək, o şəkildə bir nəticə əldə eləyə bilərik. Listening, reading, writing and speaking bunlar hamısı bir-birindən fərqlənməlidir. Testin məqsədiniz əgər olsa ki, mən IELTS alacağam, əlbəttə ki, bunların hamısından yaxşı keçməyiniz, yaxşı nəticə göstərməyiniz lazımdır. Yox, əgər sizin məqsədiniz speakingdirsə, siz sadəcə xaricdə yaşamağa getmək istəyirsiniz, hardasa nəsə internship eləmək istəyirsiniz və s. ya da volunteer olmaq istəyirsiniz, burada sizə əsas olan basic kəlmələrlə speakingi yaxşı bacarmağınızdır. Bəs gəlin baxaq. Listening, reading, writing, speaking-i necə inkişaf elətdirə bilər? Listening-i YouTube videoları, podkastlar, musiqilər, amma musiqini çox da tövsiyə eləməzdim, çünki musiqidə çox ixtisarlar olur. Xud yerli, yersiz, sadəcə qafiyə alınsın deyə hansısa maraqlı olan sizə TED çıxışlar, TED Talks və s. Yəni bu sizdən asılıdır. Mən deyə bilmərəm ki, sizə bu oturun bunu dinləyin, oturun bunu eləyin. Sizə nə maraqlıdırsa, məsələn, onu ingilis dilində tapmaq. Ümumiyyətlə ingilis dilində resurslar çoxdur. Bunu tapırıq. Sadəcə bizə kifayət qədər məlumat vermir həmin resurs. Amma ingilis dili mənbələrdən biz əldə eləsək məlumatları həm daha dəqiq əldə eləmiş olarıq, həm daha çox məlumat əldə eləmiş olarıq. Eyni zamanda ingilis dilində yaxşı mənimsəməyimizə, yaxşı öyrənməyimizə yardımcı olar. Bu arada sizə belə bir saytda önərə bilərəm, yəni tövsiyə edə bilərəm. Learn English Teens saytıdır. Siz bunu Google-da axtarışa verərək tapar və ingilis dilini levellar üzrə, istədiyiniz mövzular üzrə çıxışlar var, listening materialları var, yüklüyür. Məsələn, harasa gedəndə naşniklə, yəni qulaqçıqla taxıb, rahatlıqla dinləyə bir neçə dəfə, yəni təkrarlaya bilərsiniz. O şəkildə sizin artıq qulaq vərdişləriniz yaranacaq. Daha sonra keçək reading-ə. Reading-də də materiallar həqiqətən həddindən artıq çoxdur. Reading kitabları var, levellar üzrə. Məsələn, filan sözdən filan sözə qədər, bu məsələn A1 leveldir. O kitabı alırsınız, o sözləri arası, sözləri tapırsınız, altına xətt çəkirsiniz, bilmədiyi sözləri highlight-ına keçirsiniz, bir fərq yoxdur. Söz tapıb yanına yazmağa çalışırsınız. Baxın görün sizə hansı yol maraqlıdır, yəni o yolu sınamağa çalışın da, yəni imenini özünüzü bir şeyə məcbur eləməyin əsla. Ümumiyyətlə dil məcburiyyəti sevmir. Dil matematika deyil, fizika deyil, cəbr deyil. Dili gündəlik həyat tərzinə gətirmək lazımdır. Dil bir yaşamdır. Həmin levellar üzrə kitablara müraciət edin deyərdim. Çox əsas başlıqlardan biridir. Çünki belə bilməyəcəksiniz də gedib hansı materialdan başlayıb ağlınızı qarşılıqlı yarana bilər. Keçək writing hissəsinə. Writingdə lazım olur biz nə vaxt ki beynəlxalq sertifikat almaq istəyirik. Bizə writingdə önəmli olmuş ola bilər. Çünki təsəvvür sözü bilirik, danışırıq, eşidirik, başa düşürük, amma sözü yazmağı bilmirik. Necə də absurd səslənir. Writingdə sadəcə yazaraq, məsələn, sizə maraqlı olan bir mövzu haqqında qeydlər ala bilərsiniz, yazılar yaza bilərsiniz, onu öyrənə bilərsiniz. Süni intellekt dövrüdür. ChatGPT-dən istifadə eləyərək düzgün komutlar verərək, promptu düzgün yazaraq istənilən materialı əldə edə bilərsiniz. Və gəlirik ən maraqlı yerə, speaking. Speaking hissəsi odur ki, danışmaq. Ətrafınızda həqiqətən yaxşı dili bilən biri varsa, günün müəyyən saatını təyin edə bilərsiniz. O saatda ingiliscə danışa bilərsiniz və yaxud xaricdə yaşayan bir rəfiqəniz, bir dostunuz, qohumlarınız varsa, görüntülü zəng eləyə bilərsiniz. Axşamlar ingilis dilində danışmaq saatı eləyə bilərsiniz özünüzə. Sonra gündəlik özünüzə hər hansı bir videoda hiss eləyə bilərsiniz. Məsələn, mən bunu çox eləyirdim. Hər hansı bir vlog çəkirəm sanki və gündəlik özümə danışıram. Və bu da maraqlı bir yoldur məsələn. Müəllimlə öyrənə bilərsiniz. Yəni müəllimdən sonra ona speaking dərsi eləyə bilərsiniz. Amma yəni həqiqətən dediyim kimi, yəni bilən varsa, ingiliscədən baş çıxan biri varsa, onunla o şəkildə danışmağa çalışın. Əlinizə Google Translate olsun. Və bu son punktda onu da əlavə eləmək istəyirəm ki, əgər mənlə də öyrənmək istəyirsə, aşağıda səhifəmi qeyd edəcəm. Bundan sonra Dishes Life English Instagram səhifəsi yaradıram. Ora müraciət eləyə bilərsiniz. Elə burada da qeyd edəcəm. Gedin bu videodan sonra mənə izləmə göndərin, takib atın, yəni ki, həmin səhifədə məni follow eləyərək ingiliscə bağlı əgər maraqlı gələn suallarınız varsa, onları
da yaza bilərsiniz. Həqiqətən hamınıza geri dönüş eləməyə çalışacağam. Nələrsə maraqlıdırsa, sırf yəni hazırlıq səhifəsi olmayacaq speaking, sadəcə bildikləri maraqlı olan kontentləri paylaşacağam orada. Çünki ingilis ilə bağlı elə şeylər var ki, mən o səhifəmdə paylaşa bilmirəm. Qarşısını da bir-birinə istəmirəm. Amma o səhifədə rahatlıqla paylaşacağam. Əlbəttə ki, əgər istəsəz, ingilis dil dərslərimə də oradan yazıla bilərsiniz. Bunu məndən çox istəmişsiniz. İnanın ki, mənə də sizin qədər maraqlıdır bizim bir yerdə dərsdə gəldiyimiz anlar. Çünki geri dönüşləriniz də çox gözəl olur. Görürsən TikTokda izləyicilərimdən arasında tələbələrim yazırlar ki, o qədər möhtəşəmdir dərsiniz falan. Çox sevinirəm. Çünki mən səmimiyyətə ötürürəm. Bizdə sıxmaq olmur. Bizdə ay qrammatikanı mən bu günə qədər necə öyrənmişəm, mənə yararlı olan metodlar hansı olub ki, mən sizə danışdım. Uşaq vaxtı belə bir kursa gedirdim, belə eləyirdim, müəllim bizi sıxmırdı. Eyni üsulları tətbiq eləməyə çalışıram və görürəm ki, nəticə ürəyi açan olur. Yəni inanın ki, səbirsizliklə gözləyirlər bizim dərsimizi və ona görə mən də onlara həmişə belə rahat olmağa çalışıram. Biz slaytlar üzərindən keçirik. Yəni nəsə ağır tapşırıqlarım olmur, sadəcə deyirəm ki, bunu practice eləyin, gündəlik özünüzə çalışın ki, güzgün qarşısında təkrarlar eləyəsiniz. Yoxsa yəni o dədə-baba üsuldu. Lüğət var idi. Elə nifrət eləyirdim. Məktəbə gedirdik, həmin lüğəti tapıb qoyacağam. Bu lüğətdə ancaq sözlər yazırdılar. 20, 25, 50, nə ağılına gələn. Düzdür, abituriyent vaxt belə öyrənmək məcbur oluruq. Amma ki, inan bu yol bir şey deyil. Çünki o sözlər bizim passiv yaddaşımıza gedir. Bizim aktiv yaddaşımızda olan sözlər bizim daimi istifadə elədiyimiz sözlərdir. Yəni mənim passiv yaddaşımda əlbəttə ki, mənim aktiv yaddaşımdan qat-qat çox söz var. İlgünün özündədir. Amma mən onları məsələn kimsə məndən bu söz soruşur, avtomatik cavab verirəm. Amma mən heç özüm də onu gündəlikdə heç o qədər işlətmirəm də. Bu bir reallıqdır. Yəni native English speaker belə həmin passiv yaddaşındakı sözdən istifadə eləmir ki, bizim passiv yaddaşımızda ana dilimizdə belə olan sözlər çox-çoxdur. Biz onu gündəlik danışıqda istifadə eləmirik. Hətta bilmədiklərimiz də var. O da tamam ayrı bir şeydir. Ümumiyyətlə dil bir mexanizm. Yəni dili nə qədər çox çalışdırırsan, nə qədər çox danışırsan, o şəkildə o beyni oxuyur. Nə qədər çox istifadə eləmirsən, yəni o qədər də pis nəticə alacaqsınız. İnanın ki, yəni o 3 günün axırında formulada təsəvvür səhər 9-dan 6-ya kimi ingiliscə danışırdıq. Həqiqətən Azərbaycanca danışarkən artıq sözlərin arasında ingiliscə sözlərdən istifadə edirdim ki, bu da normaldır. Nəticədə nə qədər çox danışırsan bir dildə təsəvvür gündəlik ondan istifadə edirsən. Yəni gündəlikdə qeyri-adi bir şey deyil, gündəlik həyat tərzidir. Belə uğurlar arzulayıram sizə bu dili öyrənəcəyiniz yolda. İstəsəz mənlə də ingilis dilini əlbəttə ki, davam eləyə bilərik. Mənim ingilis dili səhifəmdən Dilşad Life English-dən yazsaz, mən sizə geri dönüş daha rahatlıqla eləyəcəm. Sizin mənə maraqlı olan suallarınızı yazsaz, mən həqiqətən də daha tez geri dönüş eləməyə çalışacağam ki, main account-dan qarışmasın. Əlavə ağlınıza alan hər hansısa bir sual varsa, əlbəttə ki, şərhlər bölməsində də qeyd eləyə bilərsiniz. Mən də cavab verməyə çalışacağam. Cavab verməsəz belə öz aranızda müzakirələr eləyərək, sizə faydalı olan metodları paylaşaraq, faydalı olmayanları paylaşaraq digər dostlarınıza da yararlı ola bilərsiniz. Hələlik gələn videolarda görüşərik.